Hər vaxt xeyir olsun değerli izləyicilərimiz, cümləniz mübarək olsun. Bugün noyabrın 21-i. Beynəlxalq Maliyyə Birjasında nələr baş verir? Təbii ki, ilk öncə yenidən gündəmdə olan qızıldır. Qızıl nə edəcək? Yəni dünən siqnal kanalımızda verdiyimiz 6 siqnaldan 6'sı da gəlir də nəticələndi və bugün nələr baş verəcək qızılda? Qızıl enəcəkmi? Yenidən də 4000'ə enəcəkmi? Yoxsa enməyəcəkmi? Sualı gəldikdə isə nəzər çatdıraq ki, əsasən də hansı nöqtələr, yəni çox kritik bir nöqtə, yəni təhlükəli zona 4030'lardır. Bundan aşağı formalaşarsa təbii ki, qiymət 3962'lərə kimi gələcək. Amma alış əməliyyatlarımız isə bugün 4060'lardan gələcək. Yəni təbii ki, birinci hədəfi 4075'dir. Bundan da yuxarı formalaşsa 4080'lardan sonra yenidən alışlar gələcək. Keçək biz Bitcoin-ə. Bitcoin 7 həftədir ki, aşağı doğru istiqamətə davam etdirir. Təqribən $40.000 dəyər itirir. Yəni bu heç də az deyil. Yəni bu gedişdə hara qədər gedə biləcək? Yəni ən təhlükəli zonası 79.900'lərdir. Bundan aşağı formalaşarsa və yenidən sürətlə aşağı doğru istiqamətinə davam etdirəcək. Təbii ki, yenidən gündəmdə olan qızıla fokuslanırlar ki, qızıl hansı nöqtələrə qədər yenidən 4300'ə qalxacaqmı yoxsa yox? Yəni təbii ki, hələ ki qızıl stabil olaraq deyək ki 4000'lərdə qərar tutub. Belə bu haqda sonra söhbət edərik. Keçək biz təbii ki siqnal kanalında biz siqnalları paylaşırıq. Eyni zamanda Instagramda da bu haqda məlumat verərik. Neftə keçək. Neft 2022-ci ilin mart ayından belə 130'lardan dəyər itirərək aşağı doğru istiqamətə davam edir. Təbii ki, biraz qorxulu gəlir ki, bu hara qədər enə bilər. Yəni bildiyiniz kimi OPEC-Trump razılaşması əgər olarsa qiymət aşağı doğru istiqamətə davam etdirəcək. Yəni bu hədəf, yəni ən təhlükəli zona hazırki vəziyyətdə crude oil future spotlardan söhbət gedir 58'lərdir. Bundan aşağı formalaşsa 51'lər heç də uzaqda olmayacaq. Əgər 51'dən də aşağı formalaşsa təbii ki 45'lərə qədər yol tutacaq. Yəni təbii ki bunun enməsi heç də bizim üçün yaxşı deyil. Belə, gəlin keçək, əgər belə deyək 55-60'lar arasında qalarsa, biraz stabil qalsa daha yaxşı olar. Yəni təbii ki bu müqavimət dəstək xətlərindən asılıdır, baxaq və eyni zamanda OPEC-in razılaşmasından asılıdır. Keçək hasiliyyatı çoxaldacaqmı yoxsa azaldacaq? Keçək biz funtun dollar rəqabətən bugün cümə günündə təbii ki funt dollar, euro dolların qalxması 7 saatdan saat 16:00'dan sonra gözlənir. Bugün xəbərlərə baxanda əsasən də yəni yerli saatlarda saat 11'den sonra funtun, 12:30'da euro dolların, yenidən funtun xəbərləri var. 16:30'da Amerikada orta xəbərlər olsa 18:30'da isə daha vacib xəbərləri var. Amerikada